Salam, hörmətli tamaşaçı. Təməlim bugünkü sayında biz oxucular üçün, həm də müəllimlərimiz üçün çox maraqla gözlənilən bir mövzudan danışacağıq. Bu, ümumi təhsil müəssisələrindən və peşə liseylərindən müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı müvafiq əmr və bu işin prosedur ilə bağlıdır. Və böyük məmnuniyyətlə bugünkü mövzunu Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsi müdiri İlham Nağıyevlə müzakirə edəcəyik. İlham müəllim, xoş gəlmişsiniz. Bir bölgədə müəllimlərin iş yerlərinin dəyişdirilməsi bu nə olan şeydir və onun bölgələr arasında olan yerdəyişmədən hansı fərqi vardır? Dediyiniz kimi ilkin mərhələ bir rayon şəhər daxilində müəllimlərin iş yerinin dəyişdirilməsidir. Bu nə deməkdir? Bu deməkdir ki, misal üçün Bakı şəhərində olan vakant yerlər elan olunur məktəblər arasında, müəllimlər arasında və artıq müəllimlər bir məktəbdən digər məktəbə və Bakının bir tərəfindən digər tərəfindən yerini dəyişmək istəyirsə, müxtəlif səbəblərdən evinə daha yaxındır və yaxud belə deyək də həmin məktəbdə təhsil vermək istəyir, müxtəlif səbəblər ola bilər bunun üçün. Bu prosesi baş verir. Bu zaman hansı hallar olur? Bir, hər iki məktəb, yəni müəllim yerini dəyişmək istədiyi, çıxmaq istədiyi və iş yerini dəyişmək istədiyi hər iki məktəbin direktorunun müsbət rəyi olmalıdır həmin müəllim haqqında. Amma bundan əlavə olaraq da rayon təhsil şöbələri artıq özləri, bəziləri bunu müsahibə vasitəsilə, məsəl üçün Bakıda bu test və müsahibə vasitəsilə olur ki, müəllim birinci vakansiyanı seçir, bu elektron baş verir Bakı şəhərində, gəlir testdən keçir və keçid balını topladığı halda müsahibə mərhələsində artıq yerini dəyişmək istədiyi məktəbin də, belə deyək də, çox vaxt direktoru iştirak edir. Və bunun əsasında artıq qərar verilir ki, bu adam məktəbdə yerini dəyişsin, yoxsa yerini dəyişməsin. Dediyim kimi, bəzi hallarda müəllimin çıxmasına, belə deyim, bəzən direktorlar tərəfindən narazılıq ola bilər. O mənada ki, misal üçün, müəllim ibtidai sinifdir, bunu 3 ildə aparır, 4-cü sinifdir, yerini dəyişmək məsələsi ola bilər və yaxud yerini dəyişəcəyi məktəbdə ola bilər ki, misal üçün, deyək, mühit tam adama uyğun gəlməsi, müxtəlif səbəblərdən. Yəni, birinci mərhələ budur ki, müəllimlər rayon şəhər daxilində yerin dəyişməsini, bunu yerli təhsil idarəetmə orqanları tərəfindən aparılır. Bakı şəhərində bugün vakansiyada olan neçə müəllim yeri var ki, yəni müəllimlərimiz həm də bunu bilsinlər? Bakı şəhərində proses daxili yer dəyişmə artıq start verilib. Yəni, Bakıda bütün respublikada daxili yer dəyişmələr start verilib və may ayının 14-nə kimi proses davam edəcək. Mayın 14-ü imtahanların olması gözlənilir Bakıda artıq. Hazırda 600 yaxın vakant yer elan olunub. Bu Bakıdadır yoxsa bütün bölgədə? Bu Bakıda. Sırf Bakının özündə, Bakının məktəblərində 600 yaxın vakant yer elan olunub yeri dəyişmək üçün. Və ərizə qəbulu artıq start verilib 1-2 gün bundan öncə elektron baş verir. Ərizə qəbulundan sonra vətəndaşlar girir, vakant yerləri seçir. Dediyim kimi, gələr test, mayın 14-ü test imtahanından keçəcək. Ona uyğun olaraq da keçid balını topladığı halda artıq müsahibə mərhələsinə qərar veriləcək, kim hansı məktəbə yerləşdiriləcək. Müəllimlərin iş yerlərinin dəyişdirilməsi ilə bağlı sənədlərin qəbulu mayın 1-dən 10-na qədər davam edir, yoxsa? Bəli. Mayın 1-dən 10-na kimi, belə deyim, ərizə qəbuludur. Respublikanın elə bir rayonu ola bilər ki, orada onlar biri onu ərizə qəbulundan sonra birbaşa müsahibə mərhələsi eləsinlər. Misal üçün, 3 nəfər, 4 nəfər adam sənəd versin cəmi, ola bilər elə rayon və yaxud, misal üçün, regionumuz. Orada artıq imtahana lüzum olmasın. Adətən imtahan o yerlərdə olur ki, sənəd qəbulunda çox adam olur və rəqabət əsasında bir yerə, misal üçün, 10 nəfər sənəd verəndə Bakıda çox vaxt belə bir hal olur. Amma çox vaxt rayonlarda bir yerə 1 nəfər sənəd verəndə, məsəl üçün, deyirəm, burada artıq imtahana lüzum qalmır və məktəb direktorunun rəyi əsasında bu qərar verilir. Nə qədər sənəd verilib indiyə qədər? Bakıda dediyim kimi 600 vakant yerdir və adətən ortalama bir yerə 3, 5, bəzən də 7 nəfər sənəd verir. Yəni normalda kifayət qədər yüksək. Yəni keçən ilin ən azından statistikası belədir. İndi bu ildə biz təxmini eyni rəqəmləri gözləyirik Bakıda. Maraqlı bir sual da ondan ibarət ki, bizə gələn suallardakı, yəni Bakı şəhərinin mərkəzi hissəsində yerləşən məktəblərdə vakansiya yerləri o qədər çox olmur. Nəinki ucqar rayonlarda, məsəl üçün Qaradağda, Sabunçuda, Suraxanıda, Xəzər rayonunda, Pirallahıda. Bu suala hər halda biz müəyyən cavab verməliyik. Deməli, vakansiyanın yaranması halı o halda baş verir ki, bilirsiniz ki, biz Bakıda diaqnostik qiymətləndirməni də keçmişik və dərs yükünü artıq bir stavkanı 12 saatdan 18 saata da qaldırmışıq. Və bugünkü tendensiya göstərir ki, Bakının mərkəzində olan məktəblərdə, bunlar adətən böyük məktəblərdir nisbətən, nəinki belə deyək, biraz nisbətən ucqar yerlərdə Bakının. Orada sadəcə müəllimlərin sayı kifayət çox olduğundan, müəllimlər hətta yaş həddinə çatdığı və yaxud iş yerini tərk etdiyi zaman da
biz oranı vakansiya elan etməyib, həmin dərsi mövcud müəllimlər arasında bölürük. Yəni sırf orada biraz müəllim sıxlığı var. Bəzən bir məktəb direktoru və digər məktəb, hansı ki, yer dəyişmə zamanı hansı məktəbə getmək istəyirsə, o razılıq olmalıdır. Belə bir hal mümkündür ki, həmin məktəb direktoru hər hansı bir səbəbdən o gələn vakansiya yerinə gələn namizədi ilə bağlı müsbət rəy verməsin. Bunda biz nələri tələb edə bilərik? Hər iki məktəb, A və B məktəbdə A-dan B-yə yerini dəyişir. Onlar hər ikisi razılığını rayon təhsil şöbəsinə birbaşa təqdim edirlər. Və rayon təhsil şöbəsi görsə ki, misal üçün, fərqi yoxdur, adamın çıxdığı məktəbdən də belə mənfi rəy ola bilər ki, yox, bu çıxmasın, qalsın bu məktəbdə. Görsə ki, burada obyektiv səbəblər yox, daha çox subyektiv və yaxud qərəzli mövqedir. Artıq rayon təhsil şöbəsi səviyyəsində məsələ həllini tapa bilər. Amma yenə deyirəm, indiki dövrdə bilirsiniz, müəllimi və yaxud istənilən bir əməkdaşı belə deyim, güclə yerində saxlamaq ki, yox, sən getmə, qal burada. Yəni, bu istənilən halda adam əmək məcəlləsinə görə əvvəldən əmək işə götürənə bildirib, bir ay qabaqdan işdən çıxa bilər. Yəni, istənilən bunun haqqıdır. Amma məktəbdə nəzər alaraq ki, misal üçün, burada varislik prinsipi var, bəzən valideynlər sinif müəllim öyrəşir, bu uşaqların psixologiyasını təsir edə bilər. Və yaxud gedəcəyi məktəbdə bəzən olur, bizdə belə problemlər yaranır ki, direktorun, misal üçün, bəzi halda ola bilər, özünün namizədi olsun ki, misal üçün, filan müəllim, mən bunu müddətli müqavilə ilə götürüm, belə bir məqam ola bilər. Bu halda rayon təhsil şöbəsi səviyyəsində bu məsələlər həllini tapır. Yəni, onlar artıq bunu araşdırıb, müvafiq qərar verirlər. Əgər vətəndaş, müəllim hiss edir və yaxud məktəb direktoru hiss etsə ki, yox, təhsil şöbəsi məsələyə, misal üçün deyək, obyektiv baxmır, artıq daha yuxarı instansiya birbaşa nazirliyə müraciət edə bilər. Belə hallar olubdurmu ki, biz hər hansı Tək-tük hallarda olub, amma doğrusunu deyim ki, əksər hallarda araşdıranda biz görmüşük ki, sırf vətəndaş bəzi hallarda biraz istəyini daha çox qərəzli bildirib, amma məktəb direktoru və təhsil şöbələrində belə bir nöqsan olmayıb. Bir yerə 3-7 nəfər iddia edə bilər. Onların hamısı həmin razılığı müvafiq məktəb rəhbərlərindən almalıdır, yoxsa necə? Kimin ora düşməyini məktəb direktorunun rəyindən daha çox, əgər rəyi müsbət olsa, imtahan nəticəsi bir mənalı şəkildə əsas verəcək. Növbəti ayın 1-dən 12-sinə qədər bir bölgədən digər bölgəyə vakansiya yerinə uyğun olaraq iş yerini dəyişmək istəyən müəllimlər üçün biz şərait yaradırıq ki, onlar sənədlərini qeydiyyatdan keçirsinlər və sonradan o müvafiq qaydada test imtahanları və müsabiqə mərhələsindən keçərək öz iddialarını gerçəkləşdirə bilərlər. Burada vəziyyət necədir və adətən biz hansı çətinliklərlə rastlaşırıq? Mən burada bir məqamı vurğulamaq istəyirəm ki, biz şəhərin digər rayona şəhərə yer dəyişmə və işə qəbulla bağlı bu il növbəti dövrlərə nisbətən bir neçə yenilik gətirmişik. Bu hər ikisinə aiddir. Daxili yer dəyişmələrə deyil, amma rayondan şəhərə və işə qəbulun hər ikisinə aid bir neçə yeniliklər var. Bunlar əsas hansılardır? Birinci ondan ibarətdir ki, vətəndaşlar artıq vakansiyanı bu il müəllimlərimiz, müəllim olmaq istəyən namizədlər indiyə kimi imtahandan əvvəl seçirdilərsə, indi artıq imtahandan sonra seçəcəklər yeri. Bu nə deməkdir? Bu o deməkdir ki, əvvəllər prosedur belə idi. Vətəndaş girirdi, elektron ərizəni doldururdu məlumatları özü haqqında və müvafiq olaraq vakant yerləri seçirdi. Sonra gəlirdi imtahanına iştirak edirdi və imtahandan sonra nazirlik avtomatik qaydada yerləşdirmə prosesini aparırdı ki, ən yüksək bal toplayan birinci yazlıq yerə düşürdü və prosedur belə gedirdi. Burada nə problem yaranır? Problem o yaranır ki, bəzən vətəndaşlar imtahandan əvvəl vakant yeri seçdiyinə görə özlərinin imtahan nəticələrini və yaxud özlərinin bilik və bacarıqlarını nisbətən yüksək qiymətləndirdiyinə görə bəzən elə yerləri yazırlar ki, onların imtahan balına uyğun gəlmirdi bu. Məsəl üçün, adam 8 vakant yerdir, 8 dənə şəhər yeri yazıb, amma adamın balı kənd yerinə uyğundur, kənd rayonlarına uyğundur. Amma bu bir dənə də yer yazmayıb deyənə, heç avtomatik bu prosesdən kənarda qaldı və kəsilirdi imtahandan. Çünki heç bir, amma indiki mərhələdə ki, adam imtahandan çıxıb, imtahan balını bilib, artıq vakant yeri seçir. Öz iddiasına uyğun olaraq bal seçə bilir. Real olaraq özünün imtahan nəticəsinə uyğun bal seçir. Ondan əlavə olaraq biz bu dəfə seçimdə əlavə bir neçə ağıllı instrumentlərə təqdim edirik. Yəni, o biri 14-12 iyun və biri 17 iyul tarixlərindəki vətəndaşlar ərizələrini dolduracaqlar, sonra imtahan verəcəklər, sonra artıq vakansiyanı seçəcəklər. Vakansiyanı seçən zaman onlayn rejimdə adam girəcək, vakansiyanı seçəcək. Vakansiyanı seçən zaman o görəcək ki, bu vakansiyanı neçə nəfər seçib artıq, həmin o seçim olan bir neçə gün ərzində və görəcək ki, həmin seçimlərin içində ən yüksək bal olan adam hansıdır.
Yəni tam şəffaflıq var anonim. burada. Yəni İlham girir, seçir hər hansı bir yeri. Artıq görür ki, burada kim 5 nəfər buranı seçib və o 5 nəfərin içindən ən yüksək bal toplayan tutalım ki, 52 bal toplayıb. Əgər İlham balı 50 bal olsa da bu yüksək bal sayılır. O bilir ki, orada 52 ballı adam var və bu buranı seçməklə avtomatik kəsiləcək. Və öz iddiasına uyğun və digər artıq yerlərə. daha məlumatlı öz yerin seçir ki, mən bura niyə düşüm və kəsilim. Mən bu məqam yer dəyişməklə bağlı olan məqamdır, yoxsa biz müəllimlərin işə qəbulundan danışdıq? Bu həm yer dəyişmədə Cəsət müəllim, həm işə qəbulda. Bizə gələn suallardan biri də budur ki, bəzən xüsusi kateqoriyadan olan, misal üçün hərbiçilər, yaxud da ki, hər hansı bir, belə deyək, xidməti ezamiyyətlə bağlı ölkəmizin müxtəlif regionlarında çalışan insanlar var ki, onlar söyləyirlər ki, bəs mən burada çalışıram, tutaq ki, misal üçün, Hacıqabul bölgəsində çalışıram, amma mənim yoldaşım çalışır Lənkəranda. Və o da istəyir ki, ailəsini həmin bölgəyə gətirsin, öz iş fəaliyyəti haradasa orada müəllimə kimi, yaxud da müəllim kimi çalışsın. Bununla bağlı biz nələr deyə bilərik ki, bu məqamlar da vardır. Cəsət mart ayının 28-i müəllimlərin yer dəyişməsi və işə qəbulu ilə bağlı təsdiqlənən qaydalarda, nazirin təsdiqlədiyi qaydalarda bu məqam öz əksini tapıb ki, hərbiçi ailələri və yaxud xüsusi ailə şəraiti ilə bağlı yerini dəyişən, vəzifəsindən, yəni özünə asılı olmayan səbəblərdən bu məqamlarda nəyə fikir verilir? İlk növbədə bu məqamlarda bir məsələ olmalı ki, adam mütləq mövcud müəllim olmalıdır. Yəni işə qəbulda bu nəzərə alınmır, amma yer dəyişmədə bu nəzərə alınır. Əgər adamın misal üçün Lənkəranda işləyir və həyat yoldaşı iş yerini misal üçün Gəncə şəhərinə dəyişibsə yerini, bu halda və adam mövcud müəllimsə vakansiya olduğu təqdirdə Gəncə şəhərinin müvafiq məktəbdə biz həmin belə deyək, bu nazirlik tərəfindən imtahandan, müsabiqədən kənar il boyu yəni həyata keçirilir. Yəni artıq biz həmin adamın imtahanı, nəzərə alaq ki, bunun başqa yolu yoxdur, bunun asılı olan səbəb deyil. Onları müsabiqədən kənar il ərzində yer dəyişməyə baxılır. Sırf müsabiqə olan dövr amma nəzərə alınmır. Yəni indi imtahanlar qurtarır, məsəl üçün iyul ayında artıq. Avqust ayından növbəti ilin may ayına kimi, yəni daxili yer dəyişmələri kimi bu məqamlar tənzimlənir. Əgər müvafiq vakansiya yoxdursa, həmin kənddə, yaxud da ki, həmin şəhərin haradakı yerləşir, belə deyək, həmin iş yerinin fəaliyyəti, o zaman nələr təklif oluna bilər? Baxın, ilk növbədə ondan ibarət ki, adam, yəni əgər müəllim statusunu yerini dəyişmək istəyirsə, burada mütləq vakant yer olmalıdır. Amma burada başqa bir məqam olmalıdır ki, adam ola bilər yerini ümumi təhsil müəssisəsinə deyil, misal üçün ola bilər orta ixtisas təhsil müəssisəsinə, ilk peşə ixtisas təhsil müəssisəsinə və yaxud məktəbə qədər təhsil müəssisəsinə dəyişə bilər. Bu məqamlarda artıq adam birbaşa fərdi müraciət etməlidir həmin müəssisəyə. Başqa bir məqam olmalıdır ki, adam ümumi təhsil müəssisəsində müəllim deyil, digər vəzifədə də işləyə bilər. Misal üçün psixoloq, laborant, kitabxanaçı paralel olaraq ixtisasına uyğun olaraq dərs də apara bilər. Yəni bu məqamlar da var. Amma dediyim kimi bunlar hamısı aslında adamın artıq belə deyim şəxsi istəyindən ki, bu adam olur ki, deyir ki, yox, mən gözləyirəm, gələn il artıq verim, mən müəllim statusuna qalmaq istəyirəm. Adam deyir ki, problem deyil, mən kitabxanaçı kimi fəaliyyətimə başlayım, müəllim kimi dərslərimi deyim, gələn il artıq baxaram məsələyə. Yəni burada kifayət qədər imkanlar var. İmkanlar var, adamın özünə asılıdır. Və bunun üçün də bu hara müraciət etməlidir həmin şəxs? Asılıdır. Yəni əgər ümumi təhsildə müəllim deyil, digər vəzifələrdirsə, birbaşa rayon təhsil şöbəsinə, çünki onlar tərəfindən tənzimlənir. Xeyr, bu adam istəyirsə misal üçün deyək, orta ixtisas təhsil müəssisəsində, ilk peşə təhsil müəssisəsində fəaliyyət göstərsən, artıq birbaşa həmin təhsil müəssisələrinə müraciət edə bilər. Yəni bu il boyu müraciət edə bilər. Bəli, bəli. Və müvafiq vakansiyalar əgər yerlərdə bununla bağlı məhdudiyyətlər, yaxud da ki, müəyyən bürokratik əngəllər olarsa, bunlar müraciət etməlidirlər Təhsil Nazirliyinin vətəndaşların qəbulu mərkəzindən, yaxud da ki, İnsan Resursları şöbəsindən və yaxud da ki, qaynar xəttə 146 nömrəli telefonu. Çünki bu cür insanlar onlarlandır və bizə müraciət edirlər və müvafiq olaraq öz cavablarını almaq istəyirlər. Digər bir yenilik bundan ibarətdir ki, vakant yeri seçimi sayının 8-dən 4-ə endirilməsi. Bu nəyə xidmət edir? Biz indiyə kimi olan dövrlərdə vakant yerlərin sayını 8 vakant yer verirdik müəllimlərə ki, müəllimlər 8 vakant yer seçsin. Amma təcrübə göstərir ki, böyük əksər hallarda ilk 3-4 seçimdən sonraki seçilən yerlərə düşən müəllimlər əksər hallarda imtina edirlər həmin yerlərdən. Yəni həmin adamlar o yerləri sadəcə olaraq belə deyim də əlavə bir say xətrinə yazırlar. Mənə verdiblərsə bu seçimi mən seçim, amma ilk 3-4 seçim adamın həqiqətən istədiyi seçimlər. Ondan sonraki 4 seçim isə normalda yenə deyirəm də sadəcə o say xətrimində olan bir şeylərdir.
Ondan əlavə olaraq mən burada başqa bir məqamdan bırak ki, biz nəzərə alaraq ki, biz müəllim vəzifəsindən danışırıq və bu adam girib gələcəyin vətəndaşını hazırlayır. Bu adam əksinə 1-2 seçim də buna yetərlidir. Çünki adam bu məktəbi istəmirsə, yəni adama 8 seçimə ehtiyacı yoxdur. 2-3 seçim bəsdir ki, belə deyək də bu adam birdən birinciyə düşənməsə, ikinci, üçüncü seçim olsun, amma 8 həqiqətən də çoxdur. Çoxdur. Paralel olaraq təcrübə də göstərir ki, o seçimləri eləyən adamlar əksər hallarda imtina edirlər. Bizdə bildiyiniz kimi işə qəbul mərhələsində imtahanlar keçəndən sonra boş qalan yerlərə əlavə yerləşdirmə halları nəzərə alınır ki, boş qalan yerlər və keçid balını toplayıb heç bir yer tuta bilməyən vətəndaşlar bu mərhələdə iştirak edə bilsinlər. Bu ildən artıq başlayaraq əlavə yerləşdirmədə imtina edən şəxslər, yəni harasa düşüb o yerdən imtina edən şəxslər işə qəbulun növbəti müsabiqələrinə əlavə yerləşdirmələrə buraxılması nəzərdə tutulmur. O mənada ki, əgər adam bir seçim edir və oradan da imtina edirsə, yəni ora düşür və kimsə ora düşə bilmir artıq. Hətta bir neçə nəfər düşə bilmir. Bu yeri müəyyən mənada belə özünün istəyinə tabe etdirir və digər iddiaçılar burada iştirak edə bilmir. Bəli, və o zaman həmin şəxs əlavə yerləşdirmədə iştirak edə bilmir. Xeyr, artıq o növbəti işə qəbul. Bəs vakant yerini tutub imtina edən şəxs o zaman o yer ki, yenə də vakant qalır. Orada biz necə yerləşdiririk? Baxın, adam harasa düşür, məsəl üçün deyirəm də, sonra imtina elədi. Biz vətəndaşı növbəti yerləşdirməyə buraxmırıq, amma həmin vakant yeri əlavə yerləşdirməyə çıxardırıq. Digər bir yenilik bundan ibarət ki, müsabiqə açıq formada keçirilir. Açıq dərs formasında keçirilir. İndiyə kimi olan bizdə müsabiqənin ən sonuncu mərhələsi, 4-cü mərhələsi müsahibə idi ki, bu zaman təcrübəli məktəb direktorlarının iştirakı ilə vətəndaşla 15-20 dəqiqə ərzində müsahibə prosesi keçirilirdi. İndi biz bu formatı dəyişdirdik, daha da yenilədik ki, artıq vətəndaşın belə deyim, açıq dərs formasında olacaq ki, vətəndaş gələcək, mövzunu götürəcək, öz fənninə uyğun olaraq daxil olacaq sinifə və həmin mövzu ətrafında 15-20 dəqiqə praktik dərs keçəcək. Yenə də komissiyada təcrübəli məktəb direktoru, fənn müəllimi, psixoloqlar iştirak edəcək, amma artıq adamın, belə deyim, müsahibədən fərqli olaraq sentyabrın 15-i bu adam sinifə girəndə, belə deyim, hansı dərsi keçəcəksə və yaxud növbəti günlərdə hansı fənni tədris edəcəksə, artıq bütün məqamlar, adamın psixoloji vəziyyəti, diksiyası, özünü aparması, suala cavabı, bütün məqamlar nəzərə alınacaq. Yəni, müsahibə mərhələsi artıq müsahibə kimi deyil, açıq dərs formatında keçiriləcək ki, bu da bir mənalı daha dəqiq qiymətləndirməyə imkan verəcək bizə. Müəllimlərin işə qəbulu 1 iyul, 17 iyul işə qəbulu üzrə sənəd qəbulunun tarixləridir, elə deyilmi? Bəli. Onların imtahanın keçirilməsi mərhələsi hansı müddətdə müəyyən olunacaq və təxminən nə qədər iddiaçı gözləyirsiniz? Orada əsas məqam nədən ibarətdir? Hansı fəndən neçə nəfər adam sənəd verib ki, növbəti 5 gün ərzində, yəni 17-si bitəndən bir 5 gün ərzində biz elə bir imtahan qrafikini tərtib edirik. Amma imtahan qrafikinin əsas tərtibi həmin hər bir fəndən və hər bir bölmədən müraciətçilərin sayına uyğun tərtib olunur. Əgər bizdə təxmini planlaşdırırıq ki, keçən ilki qədər minimum vətəndaş müraciət edəcək, yəni son 3 ildə bu tendensiya art-arta gedib, yəni hətta keçən il biraz daha da artdı. Biz demək olar ki, 38% yaxın artım müşahidə elədik ki, 20 minə yaxın adam sənəd verdi, müraciət etdi imtahanlara və 2 həftə yarım ərzində, belə deyək də 3 həftə yaxın müddət ərzində imtahan prosesi bitdi. Yəni, təxmini deyə bilərəm ki, iyulun 1-17 ərzə qəbulu, ondan 5 gün ərzində imtahanlar başlaması planlaşdırılır. İmtahanlar da belə də 2 həftə getsə, artıq avqustun əvvəlinə müsahibələrin başlanmasını planlaşdıra bilərik biz. Son illər ərzində aparılan müsbət tendensiyalar müəllimlik ixtisasını seçənlərin həm faiz göstəricilərini, həm də keyfiyyət göstəricilərini kifayət qədər artırıb. Təbii ki, müəllim olmaq niyyətində olan insanlar daha keyfiyyətli olmalıdır və daha çox bu sahədə seçim imkanları olmalıdır və ona görə də biz bu müsbət tendensiyanı gözləyirik. Bu da bizim işimiz üçün müsbət bir göstəricidir. Bir mənalı. Müəllimlərin işə qəbulu ilə bağlı sayt fəaliyyət göstərir. MİQ Eduaz, müəllimlərin işə qəbulu Eduaz və həmin saytda həm prosedurla bağlı, həm normativ sənədlər, tənzimləyici sənədlər, test nümunələri, simulyativ testlər, hər bir şey fəaliyyət göstərir. Bəzən vətəndaşlar zəng vurur və yaxud nazirliyin qaynar xəttinə və yaxud qəbullara gəlir, suallarla müraciət edir. Yəni, həmin saytda sənəd verən adama lazım olan bütün sənədlər, materiallar hamısı yerləşdirilib. Hətta orada elektron ünvan da var ki, yəni birbaşa onunla bağlı spesifik olaraq müraciət edilir. MİQ Eduaz saytında, yəni tez-tez verilən sualları biz yerləşdirmişik, onlara cavablar. Düşünürəm ki, bugün biz kifayət qədər maraqlı və tamaşaçılarımız üçün, xüsusən də müəllim olmaq niyyətində olan, iş yerini dəyişmək niyyətində olan insanlar üçün faydalı və onların gərəyinə səbəb ola biləcək məlumatlar verə bildik. Hörmətli tamaşaçılar, bir daha qeyd etmək istəyirəm ki, bu məqamlarla bağlı sizə daha çox hansı
məlumatlar lazımdır. İnformasiyanızı bilərək sənədlərinizi necə təqdim edə bilərsiniz suallarına cavab tapmaq üçün siz həm bizim bu verilişimizə baxa bilərsiniz, həm də İlham müəllim qeyd etdiyi kimi, yəni müəllimlərin işə qəbulu elektron portalı, daha doğrusu saytı, yəni bu qısa adı adlanır MİQ və eyni zamanda Təhsil Nazirliyinin rəsmi internet saytında da bu məqamlarla bağlı sizi maraqlandıran sualları verə bilərsiniz. Eyni zamanda hər hansı bir sualınız olarsa, Təhsil Nazirliyinin Facebook səhifəsinə və 146 nömrəli qaynar xətt ünvanından müraciət edə bilərsiniz. Uğurlar olsun, növbəti efir vaxtına. Sağ olun.